Salam əziz abituriyentlər. Bilirsiniz, mən qaydaları bu şəkildə izah edirəm, qısa şərhlər verirəm və eyni zamanda da testlərdən də izahlar verəcəm. O səbəbdən də diqqətli olun, qısa qeydlərinizi götürməyi unutmayın və təbii ki, faydalanmağı da unutmayın. Yararlanmağı unutmayaraqdan da onları bəyənməyi də unutmayın. Çox xahiş edirəm, dəstək olmağı unutmayın. Bu çox vacibdir mənim üçün. Bu günləri mən sizə pronounun birinci hissəsini izah edəcəm. Pronounun birinci hissəsi bilirsiniz ki, həm 9-lar üçün, həm 11-lər üçün aktual mövzu. Neçə illərdir dayanmadan düşür və onun birinci hissəsi possessive pronouns. İzah eləmək istəyirəm. Mən bilirəm ki, possessive pronouns iki yerə bölünür. Yəni buna biz yiyəlik əvəzi deyirik. Doğrudurmu? Və yadımda saxlayıram ki, iki yerə bölünərəkdən bax bu şəkildə olacaqdır. My, your, his, her, its, our, your and their. Doğrudurmu? Bax, mən bunların hamısına deyirəm ki, bunlara nə deyirəm? Deyirəm ki, bunlar asılıdırlar. Niyə? Çünki bunlardan sonra isim gəlir, quzum. Bax, bu səbəbdən asılıdırlar. Doğrudurmu? Bunları isimsiz işlətmək mümkündürmü? Xeyr, əlbəttə ki. Davam edirəm onun absolute versiyasına. Buna nə deyirəm? Buna aslı deyirəm, dependent deyirəm. Düzdür? Bəs buna nə deyirəm? Absolute deyirəm, müstəqil deyirəm. Müstəqillərimi də gəlin deyək. Mine, yours, his, hers, ours, yours and theirs. Bax, S-lə bitənlər də çox sadədir. Yəni yadda saxlamağa nə var ki buna? Müstəqildirlər. Yəni bunlardan sonra isim gələrmi? Xeyr, heç bir təqdirdə. Bunlardan sonra nə gəlməz yadımda saxlayıram ki, bunlardan sonra isim gəlmir. Doğrudurmu? Bunlardan sonra isim gəlmir. Yadımda saxlayıram ki, bax bunlardan sonra isim heç bir təqdirdə gəlməz. Bəs bunların qarşısında isim gələrmi? Bəli, bunların qarşısında isim gələr. Lakin sonrasında gəlməz. Gəlin bir example verək. Example verdim, deyirəm ki, this is my book. Doğrudurmu? Yəni maydan sonra book gələr də əlbəttə ki, isim gələcəkdir. İndi səni çevirirəm, deyirəm ki, this book is mine. This book is mine. Yəni bu mine'dan sonra mən necə isim verim ki, lakin qarşısında ismi verə bilərəm. Bax, bunu ayırd eləməyin tək yolu budur. Bir də yaddan çıxartma ki, his varam. Bax, bu his. Hər ikisi üçün eynidir. Burada diqqətli ol. Yadda saxla ki, bax, bu itsdən sonra mütləq isim gələr. Müstəqil üçün bunu istifadə eləməyə cəhd etmə. Onun deməkdir, ismi unutma. Və digər fərqləri isə sən özün başa düşdün artıq nə olacaqdır. Diqqətli olaq. Diqqətli olmağınızda ümumiyyətlə fayda vardır. Və mən davam edirəm personal pronounsla. Hansı pronounsla? Personal pronounsla. Mən bilirəm ki, mənim şəxs əvəzliklərim də iki şəkildə özünü göstərəcəkdir. Və burada obyekt hal vardı və bir də ki, onun adlıq halı vardı da, doğrudurmu? Yəni biz I, you, he, she, it, we, you and they deyirik də. Doğrudur. Bax, bunlar mənim əvəzliklərim, hansı ki adlıq halı ifadə edirlər. Bunlardan sonra nə gələr? Bunlardan sonra əlbəttə ki feil və yaxud da ki
Köməkçi feil gələr. Yəni verb və yaxud da ki auxiliary verb. Köməkçi feil. Deməli, şəxs əvəzliklərindən sonra feil və ya köməkçi feil gəlir. Example versəm, bax, burada köməkçi feillərin birinci yadımıza salaq ki, to be, to do və to have-dir. Düzdürmü? Bunlar mənim köməkçi feillərimdir də, doğrudur. Və bu əvəzliklərdən sonra əgər feil gələrsə, gəlin bir-iki example verək. Deyirəm ki, you study. Doğrudur. Yəni you səndir də, ondan sonra feil gəlməlidir. Nə gələcək ki? Və yaxud da ki, you are. Və yaxud da ki, you have. Və yaxud da ki, you do. Böyle. Yəni bax budur. Mütləq ki isim bu əvəzliklərdən sonra feili unutma. Obyektə keçsəm isə bax onları belə yadımda saxlayıram. Me, məni, mənə, you, səni, sənə, him, bax him də bu, onu, ona tərcümələrin bilmirlər, tərcümələr vacibdir. Her, onu, ona, it, onu, ona, us, bizi, bizə, you, sizi, sizə, them, onlara, onlara. Bax tərcümələri mən dedim də, mən dedikcə sən də yaz da zəhmət olmasa. Bax bu obyekt əvəzliklərindən əvvəl, bax bayaqları şəxsdən sonra dedim. İndi isə obyektdən əvvəl deyirəm. Obyektdən əvvəl nə gələr? Feil və preposition, yəni söz önü gələr. Nə gələr? Feil və söz önü gələr. Example versəm deyirəm ki, give it to me. Doğrudur və salam da mənə ver. Və yaxud da ki, bir tələbəm demişdi ki, mən nə bilim ki, burada obyekti. Bax, cümlə tam olaraq belə verilmişdi. My father wants us to be successful. Uşaq mənə dedi ki, burada axı tərcümə vermir. Mən bunu necə verim? Elə bil ki, bax belə tərcümələr. Atam istəyir ki, bizə uğurlu olaq. Çünki biz dedik axı, az bizə kimi tərcümə olunur. Lakin bəs qayda, dedik axı feil. Bax bu feili necə unudursan sən? Dedim axı feildən sonra obyekt gələr. Və salam, budur yəni qaydası. Atam bizim uğurlu olmağımızı istəyir. Vəssalam. Yəni bu sənə bizə kimi tərcümə eləməsə də, yəni detallı tərcüməni verməsə də, amma hər halda qramər sənə bunu deyir. Qramərlə get bir zəhmət, xahiş edirəm. Qramər sənə mən hər zaman uşaqlara deyirəm ki, bəli, 90% sənin tərcümən rol oynayacaq da, lakin qramərdə işin özüdür. Yəni qramər də çox vacibdir. Əgər qramərlə sən nitqini tamamlamış olsan, bu təqdirdə sənin nəticən %100 olacaqdır. %100 olacaqdır. Amma qramər vacibdir. Bunu bil, yəni 100'lük nəticə istəyirsənsə, qraməri də düzgün öyrənməyi unutmursan. Və davam edirəm mən. Gəlin davam edək işarə əvəzliklərindən. Demonstrative pronouns biz buna deyirik. Demonstrative, yəni işarə, doğrudurmu? Mən bilirəm ki, mənim işarə əvəzliklərim bax, this, üstə gəl isim tək, yaxın. Niyə görə yaxın yazıram? Çünki yaxın məsafəni göstərir. Bu şəkildə tərcümə olunur. This, üstə gəl isimcə. Yazıram yaxın. Yaxını ifadə edir. Bunlar kimi tərcümə olunur da, düzdür. Necə, nəyi ifadə etməlidir ki? Düzdür, ismi unutma bunlardan sonra, çox diqqətli ol. Və yaxud da ki, dedim ki, that. İndi isə deyirəm ki, those. That. O, düzdürmü? Üstə gəl isim tək.
uzaq, uzaq məsafəni göstərir. Niyə? Ay balam, o deyirəm də, o səbəbdən. Zeus gördüm. Üstəgəl isim, cəm. Yenə uzaq yazıram. Uzağı ifadə edir də, o səbəbdən əlbəttə ki yazacağam, düzdür? Və bir də ki, cümlədə over there ifadəsini tez-tez verirlər, o tərəfdə mənasını deyir. Və bil ki, over there gördünsə, bu mütləq ki, ya that olacaq, ya those olacaqdır. Sadəcə ismin cəminə və təkinə diqqət etməlisən. Yaxşımı? Bax, bu cəmi təki orada çox vacib xarakter daşıyır. Gedirəm qayıdışlara, yəni refleksivə. Gedək refleksivlərə, görək mən bunu niyə səhv yazıram. Aha, refleksiv. Refleksiv pronouns, yəni qayıdışlarımız, düzdür? Bax, bunu belə yadda saxlayıram. Bax, belə. Myself, you, yourself, he, himself, she, herself, it, itself, we, ourselves, you, yourselves, they, themselves. Düzdür? Yaxşı, sən deməli deyirsən ki, bəs mən necə bilim ki, mən burada myself istifadə edəcəm. Ay balam, my gördündə, düzdürmü? Əlbəttə ki, myself istifadə edəcəksən. Və yaxud da ki, you, yourself. Yəni my'ın əvvəlində I da görməyi unutma. I can do my job myself. Düzdürmü? You can do your job yourself. He can do his job himself. She can do her job herself. It can do its job its. Bax yazıram. Itself. We can do our job ourselves. You can do your job yourselves. They can do their job themselves. Və salam. Bax, bunu bu şəkildə yadda saxlasan, o qədər sənin üçün. Yəni, mən bunu özüm edirəm. Sən özün edirsən, o özü edir. Biz özümüz edirik, siz özünüz edirsiniz və s. İndi sən burada tutalım ki, yaxşı da balam, deyil görmüsən. Əvəzin funksiyası nədir? Əvəz eləmək deyil. Məsəl üçün deyirəm ki, my friends. Ver görüm qaydaşı nə verəcəksən? Əlbəttə ki, themselves verəcəksən. Themselves. Səbəb. My friends nədir? They deyil. They. Düzdür. Deyin özü nə olacaqdır? Their. Onlar öz işlərini, their job, themselves. Bax, bu şəkildə verəcəksən. Və yaxud da ki, sən orada gördün, my sister. Sual verirəm, kim? O. Qadın cinsi deyil, she'dir. She can do it, tutalım ki, by herself. Düzdür. She'dir, her job, by herself. Mən sadəcə onu demək istədim burada. O bunu edə bilər. Düzdürmü? She'dirsə, təbii ki, qayıdıb özü edəcəkdir. Kim edə bilər ki? Sadəcə olaraq burada sən həmin verilən mübtədanı, ismi əvəz elə də, bir zəhmət, əvəzliklə əvəz elə. Əvəz eləyən kimi dərhal zaten sən onun əvəzliyini tapacaqsan. Yəni, bundan əmin ola bilərsən, lakin əvəz etməyi unutma. Yadda saxla, cümlə kitabla başlayıb, düzdürmü? Kitab. Və mənim kitabım təkdədir. Bir zəhmət yourself ver. Yox, mənim kitabım cəmdədir. Bir zəhmət yourselves ver. Kitabın nə olduğunu bilirsən də, bu bir müraciət formasıdır. Müraciət. Məsəl üçün deyirəm ki, boys.
Müraciətim cəmdir. Do it yourselves. İndi təsəvvür et ki, boys deyil, boydur. Ay balam, nə olacaq? Yourself olacaq da, nə ola bilər ki? Təkə gedəcək əlbəttə ki. Yourselves deyil də, artıq yourself olacaq. Düzdür quzum? Bax, bu şəkildə də yadda saxlayıram. Bir də yadda saxlay ki, cümlə əmr cümləsi olaraq başlayır. Məsəl üçün deyirəm ki, write yourself. Və yaxud da ki, write yourselves. Nə fərqi var ki? Yəni cəm də olar, tək də olar. Yəni əmr cümləsidirsə, bil ki, mənim müraciətim qarşımdakı insan olar. Qarşımdakı insan tək də olar, yourself verərəm. Qarşımdakı insan cəm də olar, mən qayıdıb yourselves də verə bilərəm. Və salam, bu qədər sadə. Düşünürəm ki, nə demək istədiyimi. Başa düşdünüz hər halda. Reciprocal'a gedirəm, bu qarşılıqdır. Reciprocal, doğrudurmu? Hansı əvəzlikdir bu? Qarşılıq. İndi baxaq bizim qarşılıq əvəzliklərimiz hansılardır? Çox sadədir. Each other və one another. Each other iki insanın münasibətindən söhbət aparırsa, one another isə iki və daha artıq. Yaxşımı? Yenə deyirəm, each other iki insanın münasibətini ifadə edirsə, one another isə iki və daha artığı göstərəcəkdir. Bir-birlərini şəklində tərcümə olunacaqdır. Bu ikisinin də yəlikhalı yalnız və yalnız apostrof isə düzələcəkdir. Lakin yadda saxla ki, yəlikhal vermisənsə, bir zəhmət ismi gör, isim gör yəni. Apostrof esdən sonra ismi gör, görməsən bil ki, yəlikhal olmaz. Example versəm, bax bu şəkildə verərəm. They use one another's apostrofes. Yəni burada hər bir halükarda, yəni one another da desən, each other da desən, yenə də apostrofes olacaq. They use one another's. Tutalım ki, books. Onlar bir-birlərinin kitablarını istifadə edirlər. Bax, bu books gəldiyi üçün sən yəlikhalını sadəcə verməyə məhkumsan. Yəni məcbursan ki, bunu verəsən. Yaxşımı? Bax, bunu unutma. Bu çox vacib bir məqamdır. Bunu salıblar, yəni, biləsiz. Neçə il idi salmırdılar, yeni topluluğumuzda artıq bunu salıblar, göstərirlər. Bil ki, yəni düşmə ehtimalı var. Yəni topluluqda vardısa düşmə ehtimalı da vardı. Yaxşı. Mən istəyirəm ki, biraz gedək testlərə və görək ki, biz testlərdə nə edə bilərik? Necə izahlar verə bilərik ki, sizin üçün rahat olsun, asan olsun ki, siz onu dərhal işləyə biləsiniz. Yəni testlərlə işləmək çox vacibdir. Bu bir praktikadır və bunu sən nə qədər çox eləsən, o qədər sürətli şəkildə öhdəsindən gələrsən, tez-tez edə bilərsən. Heç tərcüməyə də vallahi ehtiyac qalmaz. Əsasən də pronoun mövzusunda o qədər rahat bir mövzudur ki, gəl görəsən. Baxın. Bu hissəni izah edirəm. Deyir ki, nöqtələrdən sonra isim görmüşəm də speech. Speech nə deməkdir? Nitq. İsimdir də, düzdürmü? Mən də dedim ki, nöqtələrdən sonra isim görürsənsə, bil ki, sən asılı versiyadan istifadə eləməlisən. Yəni müstəqili sildim, aslını götürdüm, aslını göstərdim. Don't interrupt his speech, my speech, her speech. Müdaxilə etmələ onun nitqinə, mənim nitqimə, onun nitqinə. 1, 2, 3 dərhal götürdüm o variantı. Bu qədər sadə. İkinci hissədə mən nöqtələrdən sonra heç nə görmürəm. Yəni mənə isim lazımdır ki, gedim asılıya da. Yoxdur axı.
Aslını sildim, aslını sildim. D'dən sonra ümumiyyətlə feil gəlməlidir, sildim. Aslını sildim və deyir ki, I can't find my trousers, where are... Yaxşı. D variantını götürəcəm. Onlar deyir hardadılar tərcümə ilə. Sadəcə düşündüm ki, müstəqilə getməliyəm. Xeyr, müstəqilə getməli deyildim. Sürətli silməli də deyildim. Diqqətli olmalıydım burada. Deyir, onlar hardadılar? Rahatlıqla deyərəm. Bəzən uşaqlar deyirlər ki, ay müəllim, mən bu zeyi götürüb trousers üçün verə bilərəm. Və zey canlını ifadə eləmir. Xeyr, kimsə onu dedi. Zey həm canlı, həm cansız ifadə edir balam. Bunu yaddan çıxartma və trousers əgər isim cəmdəsə, onu əvəz edən əvəzlik də mütləq cəmdə olacaqdı, unutma. Deyir ki, this letter is for Bill, can you give it to? Bill üçündür deyir. Ona verə bilərsənmi? Sözünü gəlibdir. Ona A variantını dərhal götürürəm. Təbii ki, odur, she odur, our bizimdir. Dem axı cəmdir. Mənə Bill lazımdır. Bildəki onadır. Deyir ki, are these scissors? Nöqtələrdən sonra isim gəlmirdi. Mənə mütləq müstəqil versiya lazımdır. Sildim, müstəqilim buradadır. Deyir ki, bu qarşı səninkidirmi? Bax, necə tərcümə edelim? Səninkidirmi? O səbəbdən. Are these blue jeans? Yenə isim yoxdur da, düzdürmü? Sil, müstəqili sil, aslını sil. Müstəqili saxla. Deyir ki, are these blue jeans yours? Deyir ki, bu cins səninkidirmi? Və salam götür, 6-ya gedirəm. Nöqtələrdən sonra isim gəlibdir. İsim gəlibsə, mən artıq müstəqili silməliyəm. Aslım yalnızca variantı düzdür. Yadda saxlayıram ki, həm asıldır, həm müstəqildir. Lakin həm də asılıdır da, isim gəlibdir, götür də. He was glad to see his friend. Dostunu görməyə şad edim. Damerim 7-də. Exercise is very easy, do it. Bayaq dedim ki, feillə başlayıb da cümləm, düzdürmü? Və bu zaman mən feillə başlayıb əmr cümləsidir. Mən kimə əmr edərəm qarşımdakına? Yourself-da olar, yourself-da sildim. Do variantına dərhal götürdüm. The children painted. Children kimdir balam? Bax, kimdir də? Deydi də, düzdürmü? Zey olacaq themselves-də dərhal əvəz edə. Əvəz etmə funksiyası çox vacibdir, onu unutmursan. He is wearing jeans. Do you like? Jeans cəmdədir, düzdürmü? Deyirsən, onları xoşdurursan mı? Təbii ki, zen verərəm də. Digər tərcüməyə. Yes, I do. Deyir, bəli. Onlar qəşəng görsənirlər. Söhbət cinsdən gedir ha. Lakin mən əvəzləməliyəm cəmlə. Təbii ki, zey verərəm, doğru variantım C variantına gedər tərcümə ilə. Bax, bu tərcümə çox vacib bir haldır. Yəni, əvəzliyi istəsən, əvəzin bu hissəsini istəsən, qaydanı bilməzsən belə, məhz tərcümə ilə dərhal taparsan. Gedirəm ona, deyir ki, have got. Have got-sa she have got olmaz, he have got olmaz, has got olmalıydı əlbəttə ki, sildim. We, I ola bilər əlbəttə ki. İndi gedirəm 2-yə. Is görmüşəm, semiz olmaz, deyiz olmaz, it is olar. Biraz da məntiqi yanaşda xahiş edirəm. I have got a pet, it is a rabbit deyərəm təbii ki, doğru variant olaraq davam edirəm 11-lə. Və deyir ki, David invited. Babalam, bu David kimdir? David he'dir də, düzdürmü? Kimi dəvət edibdir? Öz sinif yoldaşlarını, yəni his classmates to his birthday, öz ad gününə. Hani varmı? Bəli, D variantını dərhal götürdüm, tərcümə elədim, tapdım. Başqaları məni heç valla maraqlandırmır. This is, nöqtələrdən sonra isim gəlib. İsim gəlibsə, mən yəli əvəzinin aslısını götürəcəm. Müstəqil sil. Mi, ümumiyyətlə, midən sonra isim gələ bilməz, dərhal sil. Mənə deməkdir. This is his book dolar, my book dolar. Yaxşı, indi gedirəm. I can give their. Their nə deməkdir? Their yəli əvəzidir. İsim verməzsən. İsim gəlibmi? Xeyr, sil, götür. I can give it to you. Deyir ki, mən onu sənə verə bilərəm. Gedirəm onun işlə. I can't. Why can't you do it? Bax, deyir ki, sən bunu niyə özün etmirsən? Bax, mənə burada you verib də, düzdürmü? You'nun qayıdışı olacaqdır. Yourself və yaxud da ki, olacaqdır yourselves. Mənə kitab verməyib ki, deyim ki, yox, mütləq təkdə olacaq. Hayır, təkdə olar, cəmdə olar. Mən götürdüm 2-ni, mən götürdüm 3, amma diqqətli ol. Bax, bu tipli testlərdə diqqətli ol. Gedirəm 14-də, deyir ki, try to pack everything. Yenə cümləm feillə başlayıbdır. Mən əmr edirəm ki, özün edəsən. Amma xitabım bəlli deyil. 1 də verərəm, 3 də verərəm, özün elə. Mən bilmirəm ki, müraciət etdiyim insan çoxdurmu, azdırmı. Introduce, deyir, təqdim elə. Cümlə feillə başlayıbdır. Balam, yourself da ver, yourselves da ver də. Nə problem var ki?
Bil ki sənə burada əmr edir. Başa düşdünmü? Cümlə ümumiyyətlə feillə başlayıbsa, yadda saxla, ya yourself olar, ya da yourselves. Vəssalam. 2-ni 4-ü doğru götürdüm, 16 ilə davam edirəm. Feil görmüşəm, düzdürmü? Yaxşı, deyək ki, birinci mərhələdə hər biri mümkündür. Gedirəm ikinci nöqtələrdən sonra isim gördüm. İsmimi gördüm də, müstəqili sil. Düzdürmü? Müstəqili sil. İsim cəmdədir. Təki sil, təki sil. Vəssalam, mənə qalan bax bu da. She took her books. Vəssalam, aydındır necə elədim? Çox sadədir, diqqətli olmaq lazımdır sadəcə olaraq. Nöqtələrdən sonra feil görmüşəm. Deyək ki, hamısından sonra feil gələr. Doğrudur, feilində keçmiş zamandır. Yəni, deyək ki, bütün şəxslərdə verərəm. Nöqtələrdən sonra isim gəlibdir. İsim gəlibsə, müstəqili sil, müstəqili sil, müstəqili sil, müstəqili sil. Vəssalam, çünki bunlardan sonra isim gəlməz axı. Sildim. Yalnız hizdən sonra isim gələr. Hiz həm müstəqildə, həm asılı, amma eyni zamanda da asılıdır, onu unutma. 18 ilə davam edirəm və gördüm ki, got. Yaxşı, my got olmaz, amma she got olar, I got olar, he got olar. Hizdən sonra isim gələr, my'dan sonra isim gələr. Tutalım ki, aynen beni sildim. Gedirəm ikinci hissəyə. İsim görmüşəm də, düzdürmü? Sildim dərhal. Və yaxud da ki, hers'dən sonra isim gəlməz sildim. Hers'dən sonra isim gəlməz sildim. Məndə bir dənə hansı variant qalıbdı? Y variantda I got a new doll for her birthday. Deyir ki, onun ad günü üçün yeni bir doll aldım. Yəni, gəlincik. 19-a davam edirəm. Always listen'dır. Feil gəlib də, yəni ki, hizdən sonra isim gələr, balam sil. My'dan sonra isim gələrsə, digərlərini saxladım, gedirəm ikinci hissəyə. İkinci hissədə isim görmüşəm, müstəqil gəlib, sil, müstəqil gəlib, sil, müstəqil gəlib, sil. Sildim. Məndə qalacaq bir dənə B variantı. I always listen attentively to my teacher. Hər zaman deyir ki, mənim müəlliminə diqqətlə qulaq asıram. Davam edirəm 20 ilə və isim gəlibdir. İsimim təkdədir. D-si sildim. My-dan hours-dan sonra isim gəlməz. Yəliyəvəsinin asılı versiyasıdır. İkisi arasında qalanda gedirəm ikinci hissəyə. One görmüşəm, düzdürmü? One gördümsə, biləcəm ki, təkdən istifadə etməliyəm də. D-si sildim. Yeni götürdüm və salam, bu qədər sadə. Qayda bu qədər özünü rahatlıqla göstərir. Heç valla tərcüməyə belə hələ ki ehtiyac yoxdur. Sadəcə özü rahat hiss eləmək üçün. Mən deyirəm %100 əmin olmaq üçün tərcümə deyil. Amma etməyə də bilərsən yəni. İsim görmüşəm, düzdürmü? İsmim cəmdədir. Təkləri sildim. Çünki bunlardan sonra tək gələr, cəm gələ bilməz. My'dan sonra ümumiyyətlə isim gəlməz. Saxladım. Gedirəm, cəm görürəmsə, tək bir zəhmət sil. Anı götür və salam, bu qədər sadə. Mother gave soup. Verdi. Nəyi? Bax deyirəm. Nəyi? Onu. Onu nədir balam? İtdir. Bu sənin obyektin, düzdürmü? Verdi kimə? Ona. Düzdür. Ona nədir? Quzum, himdir. Və salamda Tom çünki axı kişi cinsidir. Mən tapdım, it kim? Hanı mənim itim? A variantı. Bu qədər sadə. Digərlərinə heç baxmaya ehtiyac yoxdur. My father kimdir? O. O kimdir? He'dir, düzdür. Buys, aldı. Alır və yaxud da ki, nəyi? Onu. Düzdür. Onu nədir? İtdir də balam. Nə olacaq ki? Təkdədir. Təbii ki, he, it. Hanı mənim he, itim? Tapdım. C variantı və salam. Ata deyir ki, ona olur. Buys bread. Bob. Bob kimdir? He'dir. Düzdürmü? He'dirsə gives his ball to onlara. Onlara. Kimə? Dem olacaq əlbəttə ki. Düzdürmü? Çünki cəmdədir də. He'dim. Hanı mənim he'dimim? Baxdım. A variantı dərhal tapdım. Everybody admires. Qabaqda feil gəlibdir. Deyir ki, hər kəs vurğundur. Kimə? Ona. Bu ona her də olar, him də olar. Ona görə mən hizi sildim. Düzdürmü? Hizdən sonra isim gələr də gəlməyib. Baxın. İkinci hissədə isim gəlib amma. İsim gəlibsə bir zəhmət her'sü sil. Düzdürmü? Və mən gedirəm tərcüməyə. Everybody admires him for him talent ola bilməz. Dərhal sildin for his talent. A variantını doğru variant olaraq götürəcəm. Hər kəs deyir ki, onun istedadına vurğundur. Onun istedadına. Deməli, have görmüşəm, feilimdir. Do you have da olar, do they have da olar, do we have da olar. Bir do your have ola bilməz. Sildim, düzdürmü? İsim gəlib də. İsim gəlibsə müstəqili sil. Müstəqili sil. Zemdən sonra isim gəlməz. Sil. Zaten silmişdin. Sildim. Bir variant. Artıq maraqlanmıram. Do you have a department store near your house? Evin yaxınında deyir ki, department store varmı?
Take the book. Götür onu. Düzdür, onu nəyi? It. Onu. Obyekt əvəzlidir. To Mrs. Smith. Götür ona. Kimə? Ona. Düzdür, qadına. Her olacaqdır doğru variantım. It to her variantı verəcəm əlbəttə ki. Və misdir bu. Gedirəm 28-ə. Davam edirəm və yenə put görmüşəm. Bir dənə him put vermərəm, yadda saxla. Doğrudurmu? Him onu ona deməkdir də. Himdən əvvəl gələr feil. Himdən sonra feil nə gəzdi ki? She put da olar balam. Çünki put da tutalım keçmiş zamanda verib. They put da olar, I put da olar, we put da olar. Gedirəm ikinci hissəmə. İkinci hissəmdə isim veribdir. İsim veribsə minus sil. Demi sil, demdən sonra isim gəlməz. Her'si sil. Zaten dını silmişdim, bunu götürdüm. Və salam, we put our books. Gedirəm 29-a. Yenə took görmüşəm, pen görmüşəm və tutalım ki, birinci hissədə bir dənə himi silirəm. Çünki him took olmaz. Obyektdən sonra gəlməz. Obyektdən əvvəl feil gəlir. İsim görmüşəm. Müstəqildən sonra isim gəlməz. Müstəqildən sonra isim gəlməz. Obyektdən sonra isim gəlməz. Sildim. A variantı, Y variantını götürdüm. I took my pen. Və salam, bu qədər sadə bir materialda 30'dan nöqtələrdən sonra isim görmüşəm. Düzdürmü? İsim gördünsə və o ismi tək gördünsə this, those, çünki bunlardan sonra cəm gələr. Doğrudur. Gedirəm ikinci hissəyə. İsim var təkdədir. Təkdəsə this attım. Nəyi götürəcəm? Bax, bunu götürəcəm. Dını. This road is dangerous, but that road isn't. Və doğru variantım olacaqdır. Davam edirəm 31 ilə looks görmüşəm. You looks olmaz da. They looks da olmaz. We looks da olmaz. Amma she looks olar, feiliz qəbul edər. He looks da olar, qəbul edər. İsim görmüşəm. İsmim təkdədir. This'i sildim. Mənə doğru variant B variantı gələr. She looks sad in this photograph. O ilə davam edirəm. Yenə looks görmüşəm. You looks ola bilməz. İsmim də gəlibdir və she looks beautiful in this dress. This təkdədir. İsim təkdədir. A variantı üçün şəxsin təkindədir. S gələcəkdə heç digərlərinə baxmağa valla ehtiyac falan yox idi. Davam edirəm 33 ilə. Və deyir ki, Tom is showing. Göstərir. İkinci hissədən başım isim gəlibdir. İsim gəlibsə her'si sil, zeyirsi sil. Digərlərini saxladım. Tutalım ki, Tom is showing my'dan sonra isim gəlməlidir, verməyibdir. Sizdən sonra isim gəlməlidir, verməyibdir. Tom is showing me his shoes. Mənə öz shoeslarını, ayaqqabılarını göstərir və salam, yalnız sənə du variantı tərcümə verəcək. 34-dən gedirəm. İz gəlibdir. İz gəlibsə balam, bir zəhmət bu this olsa atda. Çünki this sözdən sonra ar gələr, cəmi ifadə edir. Baxı, doğrudurmu? O səbəbdən. Digərlərini saxlayıram, gedirəm ikincisi. İkincisi də pas görmüşəm, təkdədir. Sildim cəmi, götürdüm təki. Y variantı, və salam. Bill and Tom are at school now. Məktəbdədirlər deyir indi. Xəbərim cəmdədir. Törəmələrdən sonra xəbər tək gələr. Sildim. Z-dən sonra isim gələr. Sildim. They are pupils. Y variantım doğru olacaqdır deyir onlar. Şagirdlər. O saldan davam edirəm. We don't like to speak much about. We isə deyir ki, biz özümüz haqqında danışmaq xoşlanmırıq. Təbii ki, about ourselves olacaq, tərcümə eləməliydim. Bir də we-ni burada görməliydim də, qayıdışırdı sadəcə. Are this isim gəlibdir. My-dan sonra isim gəlməz, deyirsən sonra isim gəlməz, her'dən sonra isim gəlməz. Doğru variantım nə oldu balam? 2-5-dir və salam, bu qədər saat. 38 ilə davam edirəm, deyir tell, de. Yaxşı, de, bir dənə his olmaz. Çünki hisdən sonra dərhal isim gələr, sildim. Amma tell him, tell me, tell them, tell us olar. İsim gəlibdir ikinci hissədə. She'dən sonra isim gəlməz, sildim. Her'dən sonra isim gəlməz, your'dan sonra isim gəlməz. Zaten Jenny silmişdin. Yeni götür, tell us about your plans. Bizə deyir, öz planların haqqında danış. 39'a davam edirəm, isim gəlibdir. Və o isim cəmdədir. Bilirəm ki, your'dan sonra isim gəlməz, sildim. Digərlərini saxlayıram. İkinci hissəyə gedirəm, isim gəlməyib. İsim gəlməyibdir. Dərhal mən aslını sildim. Mən bunu götürürəm əlbəttə ki, doğrudur. Bu qədər sadə, diqqətli olmaq sadəcə. İsim gəlibdir, doğrudurmu? Mən silirəm. İsim gəlməz müstəqildən sonra isim gəlməz. Digərlərini saxlayıram, gedirəm ikinci hissəyə. İsim gəlməyibdir, heç nə yoxdur. A-buradan sonra isim gələr, maydan sonra isim gələr. B variantını dərhal götürdüm. Doğru variant olaraq çıxdım və salam, bu qədər sadə. İsim gəlib də, düzdürmü?
Və bu isim təkdədir. Zeus'u sildim, D'si sildim. Digərlərini saxladım. Burada isim gəlməyibdi. Yəni her'ü sildim, simgələr, our'ını sildim, simgələr, you'nu sildim, simgələr doğru variantım. B-yə gedəcəkdir. This computer isn't yours və salam, bu qədər sadə. 42 ilə davam edirəm. İsim gəlib və o isim cəmdədir. Cəmdədirsə disi sil də balam. Dəti sil, disi sil. Digərlərini saxladım. Gedirəm ikinci hissəyə. İkinci hissədə baxıram ki, məndə isim yoxdur da. Yəni mən burada müstəqil istifadə etməliyəm. Aslını sil, balam, aslını sil. Aslını sildim zaten, silmişdim zaten bu hissəni və doğru variantım C-yə gedəcəkdir. These books aren't mine deyəcəm əlbəttə ki. 43-lə davam edirəm. Deyir ki, Mary. Hiss olunur ki, cümlədə kitab var. Yaxşı, isim də gəlibdir. Burada mine'dan sonra isim gəlməz, ours'dan sonra isim gəlməz. Bunlar asıl müstəqildirlər. Your'dan sonra isim gəlməz, her'dən sonra isim gəlməz. Yalnız Y variantı olacaqdır. Your toys. Do you help your brother in? Bax, isim gəlib də, düzdürmü? İsim gəlməz müstəqil, isim gəlməz müstəqil, isim gəlməz müstəqil, isim gəlməz müstəqil. Bu qədər sadə. Hizdən sonra isim gələr. Hiss həm asılda həm müstəqildir, lakin isim gəldiyini də unutma ha. 45-ə gedirəm. İsim gəlibdir. İsim gəlibsə, can you give yaxşı tərcüməyə də getməliyəm. Can you give us your address deyərəm. Can you give his deyə bilmərəm. Can you give their your address deyə bilmərəm. Can you give her your address deyərəm. Can you give me your address deyərəm. I want to come to. İsim gəlibdir. İsim gəlibsə her'dən sonra isim gəlməz, your'dan sonra isim gəlməz, theirs'dən sonra isim gəlməz, ours'dan sonra isim gəlməz. Yəni birinci hissəni həll eləyə bilməzsən belə ikinci hissənlə həll eləmək o qədər sadədir. Y variantını dərhal götürərəm əlbəttə ki. İsim görmüşəm. Help burada isim funksiyasındadır. Müstəqili sildim, müstəqili sildim, müstəqili sildim, müstəqili sildim. Eyni tipli test idi və mən doğru variantını götürdüm. Can you help me? I need your help. Mənə kömək edə bilərsən. Mənim sənin köməyinə ehtiyacım var. 47-dən davam edirəm. İsim gəlib, düzdürmü? İsim gəlibsə ikinci hissədən silə-silə get. Müstəqildən sonra isim gəlməz, müstəqildən sonra isim gəlməz, müstəqildən sonra isim gəlməz, müstəqildən sonra isim gəlməz. Sildim. Və salam, B variantını doğru olaraq götür. 48-dən davam edirəm. İsim gəlibdir. Müstəqildən sonra isim gəlməz, müstəqildən sonra isim gəlməz, müstəqildən sonra isim gəlməz, müstəqildən sonra isim gəlməz. A variantını götür də balam. Bundan asan nə var ki? Gedirəm 49-a. Deyir ki, what a nice day. John has made it. Bu John he deyil. Bunun da qayıdışı nə olacaq da? Himself olası deyilmi? Və salam. Himself olacaq əlbəttə ki. Anı mənim himselfim. C variantı. Özü deyir eləyibdim. Sildim digər variantları. What nice flower Jane. İndi isə Jane'dir. Jane she'dir də, düzdürmü? Və has grown them. Herself olacaqdır. Kim? She. She'dirsə qayıdış olacaqdır herself. Asks görmüşəm. They asks ola bilməz. We asks s-ə görə ola bilməz. Digərlərini saxlayıram. İsim gəlibdir və o isim təkdədir. Zeus'u sildim, D'si sildim. Çünki bax bu sildiklərimdən sonra isim cəm gələr də. She asks if that project. Və salam, B variantı doğru olacaq. 52 ilə davam edirəm. Və ask deyir, feil veribdir. Yəni bir dənə ask his ola bilməz. Amma ask him, ask her ola bilər. Davam edirəm. İkincisi isim gəlibdir. İsim gəlibsə. Müstəqildən sonra isim gəlməz. Müstəqildən sonra isim gəlməz. Müstəqildən sonra isim gəlməz. Doğru variantın D variantına gedəcəkdir. Və 53-dən davam edirəm. Yenə ask görmüşəm. Ask there olamaz. Bir dənə çünki there'dən sonra isim gələr. Digərləri ask them, ask him, ask her ola bilər. Çünki feildən sonra obyekt əvəzliyi gələcəkdir. Win it isim gəlibdir. Düzdürmü? İsim gəlibsə bala müstəqili sil, müstəqili sil, müstəqili sil, müstəqili sil. A variantını doğru götür və salam çıx ortalıqda. Nöqtələrdən sonra isim yoxdur da. Burada da yoxdur, burada da yoxdur. Deməli mən hər ikisi müstəqil verməliyəm. We have bought a flat too, but his is more comfortable than burada doğru cavab görmürəm. Yours is more comfortable than ours. İkisini də müstəqil verməliyəm. Mənim başqa yolum yoxdur. Çünki isim verməyibdir. Və salam, bu qədər sadə. 55-dən davam edirəm. Yenə isim yoxdur. Bala müstəqil ver də. Nə problem var ki? Sildim.
sildim. İkisini də müstəqil verdim. İsim verməyibdi. Yours was easier than ours. Və salam, bu qədər. 56 ilə davam edirəm və her gloves görmüşəm də, düzdürmü? Cəmdədir yəni. Qabaqda söz önü gəlibdi. Look for gəlmişəm, görürəm və look for them olacaq. Onları axtarır. Nəyi axtarır? Onları. Bu qədər sadə. Dərhal silərəm digərlərini. She put qoydu. Nəyi? Onları. Yenə onları nə olacaqdı? Təbii ki, dem olacaqdı. Nə ola bilər ki? Dərhal digərlərini sildim. Tərcümə çox önəmlidir. Nöqtədən sonra isim görmüsən və müstəqili sildim, müstəqili sildim, müstəqili sildim, müstəqili sildim. Dərhal G variantını verdim və bu qədər sadə idi. Gave me phone number isim gəlibdi. Müstəqili sil, müstəqili sil. İkisi arasında qalanda ged. İkinci hissəyə I gave him isim yoxdur, müstəqil lazımdır. Hardadır mənim müstəqilim? Aslını sildim, müstəqili götürdüm. Bu qədər sadə. Hissin həm aslı, həm müstəqil olduğunu isə unutma təbii ki. İsim gəlibdi. Müstəqil sil, müstəqil sil. Müstəqillərdən sonra isim gələrmi? Xeyr, 2-3 sil və salam 1 ilə 4 zaten sənə cavab verəcək. Nephew gəlibdi, qardaş oğlu deməkdir. Müstəqil sil, müstəqil sil. Və salam 1 ilə 4-ü doğru götür. Sənin cavabın hazırdır. In the evenings veribdi. She got together. Nöqtələrdən sonra isim görmüşəm də, düzdür bala. Müstəqil sil, müstəqil sil. Müstəqil sil, müstəqil sil. Və salam ikinci hissənə, yəni birinci hissə ilə də o qədər o sürəti əldə edə bilməsən. Balam get ikiyə də hər cür üsuldan istifadə edirsən. Mən sadəcə diqqətli olmaq lazımdır. At the party had görmüşəm. At the party they had a good time together with isim görmüşəm də. Müstəqil sil, müstəqil sil, müstəqil sil, müstəqil sil. Və salam, bu qədər sadə. C variantı demək mən ikinci hissədən yanaşmalıydım. Lessons isim görmüşəm. Müstəqil sil, müstəqil sil. Was görmüşəm. Was görmüşsənsə win'i sil. You was ola bilməz, sil. Zaten bunları silmişdin. I was doing my lessons və salam. D variantı sənə doğru tərcümə və qramər verəcəkdir. 65-dən davam edirəm. Yenə was görmüşəm, isim görmüşəm. You was olarmı? Heç vaxtda və yaxud da ki we was olarmı? Mümkün deyil. İsim gəlibdi. Müstəqili sildim, müstəqili sildim, müstəqili sildim. Mənim variantım. Yalnız Y variantı olacaqdı əlbəttə ki the height of the building attracted. İsim gəlibdi. İsim gəlibsə müstəqili sil, müstəqili sil, müstəqili sil, müstəqili sil. Bu qədər sadə C variantı ver əlbəttə ki. Yenə isim gəlibdi. Sildim müstəqilləri, sil. Y variantını götür. İsim gəlibdi. Müstəqilləri silməliyəm. Sildim. İkisi arasında qalanda Nick always shares his toys with his little brother olacaqdı. Deyir ki, Nick hər zaman öz iqruşqalarını balaca qardaşı ilə bölüşür. Yəni bu Nick oğlandır da, düzdürmü? Yəni he-dir də. Təbii ki, hör ola bilməz, axı his olacaqdı. You should dry. Yudursa, balam nə olacaqdı? Yourself olacaqdı. Əlbəttə ki, qayıdışa görəcəm. 3-4. Yenə you should-dur. Təbii ki, yenə 3-4 olacaqdı. You can. Sən edə bilirsən də. Yourself bu qədər sadədir. Clean cümlə feillə başlayıb da. Yourself olacaqdı əlbəttə ki 1-dən 3. Gedirəm. Each guest had his name written in. His də olar, her də olar. Guest'in hansı cinsə aid olduğu bizim üçün müəyyən deyil. Lakin guest'in tək olduğunu görürük. Our, her'si, your'su deyir. Silərəm əlbəttə ki. His'i verərəm. İsim gəlibdir, düzdürmü? Zaten müstəqilləri sildin. Guest'in deyir ki, hər bir qonaq has his written in, bəli. Deyir ki, öz yerində adı yazılmışdı. Hər bir qonağın adı yazılmışdı öz yerində. Yəni bu qonağın cinsi mənə məlum deyil ki, ona görə mən burada his də, her də götürə bilərəm. Doğrudur. Davam etsəm əgər mən 74-lə. Deyir ki, each guest had an interview card in. Yenə o tipli bir şeydir. İsim gəlib də. Sildim müstəqilləri. Digərlərini saxladım. Guestim təkdədir. Ziya burada nə gəzir ki və ya our burada nə gəzir ki? Yeni bir çıxdı. I found. İsim cəmdədir. İsim gəlibdi və her'si, mine'ı, your'su sildim. İkisi arasında qalanda gedirəm ikinci hissə. İkinci hissədə isə isim yoxdur. Demək, müstəqilə getməliyəm. Aslını sildim. His həm asılda, həm müstəqil C-ni götürdüm. Bu qədər sadə. I took isim gəlibdi. Müstəqili sil və ikinci hissəyə get. İsim gəlməyibdi. Sənə mütləq müstəqil lazımdır. Aslını sil və gedirəm tərcümə. I took his books from the table. Jane didn't take mine. Bu sən düzgün tərcümə vermir axı. Deyir ki, I took my books from table. Jane didn't take hers. Deyir ki, mən öz kitablarımı götürdüm, amma Jane özünkiləri götürmədi. Bunu qoysam mənə düzgün tərcümə vermir. Diqqətli ol, tərcümə də bəzən önəmlidir. 77-yə gedirəm.
və bendir. Bu ben he'dir də, düzdürmü? He isə təbii ki is working in his qadın. Öz bağında hörsən sonra ümumiyyətlə isim gəlməz, kimdən sonra isim gəlməz. In their qadın. Bir də onların bağında gedib işləyə bilər də, düzdürmü bu adam? Və salam A variantını götürərəm. Further is planting flowers in isim gəlibdir. İsim gəlibsə müstəqili sil, 3'ü götür, 4'ü götür. Bu qədər. Verdin, çıxdı nə bu qədər sadə. İsim gəlibdir, müstəqili sil, 3'ü 4'ü götürdün. Bu qədər sadədir. İsim gəlibdir, müstəqili sil, 3'ü 4'ü götürdün. Və salam. Granny told feil gəlibdir, feildən sonra z gəlməz. Your gəlməz, yordan sonra isim gələr. Digərlərini saxladım. Me olar, amma isim gəlibsə hers ola bilməz. Granny told us about her olar. Granny she'dir də, düzdür bala. Oy, she'dir yəni. Bu adam she'dir də, düzdür. She'dirsə bu necə his childhood ola bilər? His'i sildim, getdim Y'yə tərcümə etmək lazımdır. Gedirəm 82-yə və put görmüşəm feildir və feildirsə they put olar, bir dənə him put olmaz. İkinci hissəyə gedirəm, isim görmüşəm. Müstəqili sir. Zemdən sonra isim gəlməz. Sildim, zaten bunu silmişdim. Cını götür və salam, heç nəylə maraqlanma. This is my opinion. What is nöqtədən sonra isim gəlməyib. Aslını sil. Bir bəs səninki, əlbəttə müstəqili götürəcəksən, heç nəylə maraqlanmayırsan. This is my bag, where is? Aslını sil, aslını sil. Müstəqili götür, where is yours? Deyir ki, səninki hardadır? Çünki bunlardan sonra isim gəlməlidir, gəlməyib də. Nöqtədən sonra isim gəlməlidir, gəlməyib də demək mən. Aslını sildim və aslını sildim B variantı götürəcəm. His room is more comfortable than ours. Bizimkindən daha. Bizimkindən, bax belə tərcümə olundu. I haven't read the book. Bax deyir ki, mən kitabın özünü, ay balam, mənim nə dəxlim? Bəzən uşaqlar götürürlər myself. Ay balam, sənin burada nə işin var ki? I haven't read the book itself olacaq. Deyir, kitabın özünü oxumamışam. But my friend says it. Is'i zaten veribdi. It is very interesting. Bu qədər sadə. C variantı doğru olacaqdı. Oy, sorry. Estağfurullah. Anladın mənim variantım. Is'i veribdi zaten. I haven't read the book itself. Yaxşı, kitabın özü. Mən özüm oxumamışam. Çünki it is verməz, it's verməz. Bir dənə C variantı ver. Deyir ki, mən özüm kitabı oxumamışam. Amma dostum deyir ki, o maraqlıdır. Yaxşı, C variantını götürərəm. Problem yoxdur. Tərcümə də verir. Qrammer də doğru oldu. Gedirəm 87-yə. I like the house. We like the house. Ourselves. Onlar biz özümüz sevdik. Yaxşı. But we don't like the place where it is. İzi veribdir. İkinci hissədən yanaşıram. İzi verib lazım deyil. Y variantı deyir ki, we like the house itself. Evin özünü xoşladıq. But we don't like the place where it is located. Lakin yerləşdiyi yeri sevməyiblər bunlar. 88-ə gedirəm. Poured all the water. Deyir ki, bütün suyu tökdü. Nəyi tökdü? Onu tökdü də. Bu su təkdir də, itdir. Düzdürmü balam? İtdirsə mən zemi burada necə saxlayım? Into the glasses. Hara təkdir? Ora tökdü. Yəni cəmdədir. Ora tökməsi, yəni onlara tökməsi deməkdir burada. Bu təqdirdə ingilis dili biraz Azərbaycan dilindən fərqlənir. Into the glasses olduğu təqdirdə them olmalıdır əlbəttə ki. Doğrudurmu? Y variantını doğru götürəcəm əlbəttə ki. Mən başqa əlacım yoxdur. Into they ola bilməz. The cat hurt. The cat it deyil. It itself özünü incilərdə, düzdürmü? When it played. O oynarkən. Itself özünü incidirtmiş. O variantı doğrudur və salam, tərcümə elədim, yerinə qoydum, tapdım. The monkey saw. Monkey gördü. Monkey it deyil. Özünü görər də. Yəqin ki itself görər. Düzdür. In the mirror when it. Nə var ki o daxil oldu. Obyekt əvəzliydi, özünə sonra feil gəldi. When it entered the room. Nə var ki, o otağa daxil oldu. Otağa daxil olanda özünü güzgüdə gördü. Doğru variantım təbii ki D variantına gedəcəkdim. The tourists like both the country itself. Çünki burada söhbət country'dən gedir də. Deyir ki, həm country'nin özünü, həm də ki it's onun mənzərəsini seviblər. Ona görə də doğru variantım D variantına gedəcəkdir. Digərləri sənə düzgün tərcümə sadəcə verməyəcəkdir. My friends kimlər? Onlar.
Balam onlardırsa dey olsun, düzdürmü? Like to play, onu xoşlayırlar, onu. Onunsa it olsun da, təkdədir. Və doğru variantım they, it, hanı mənim deyitim. Bax, bu C variantında 93-lə davam edirəm. Do we have an English book in... Aha. İsim gəlibdir. Zeyirdən sonra isim gəlməz, hour'dan sonra isim gəlməz, zemdən sonra isim gəlməz və do your have deyə bilmərəm. Axı yourdan sonra isim gələr, sildim və do you have deyərəm, in your bag deyərəm. Doğru variant C variantıdır. Deyir ki, kitab sumkanda, çantanda kitab varmı? Peter shot. Peter shot his, bir dənə his olmaz burada, hizləri dərhal sildim çünki isim gəlməli idi. Shows my da dərhal silirəm, my'dan sonra isim gələrdi. Shows me, show us olar. Peter-də he-dir də, düz deyil. He-dirsə theirs ola bilməz əlbəttə ki. His new, doğru variant. Peter showed me his new computer. O mənə yeni kompüterını deyir, göstərdi. Bu qədər sadə bir material idi. 95-ə gedirəm. Xəbərim tək gəlibdir. Bir zəhmət zisi və zeusu dərhal sildi. Xəbərin cəm gələrdi axı. Gedirəm ikincisi isim gəlibdir. Və təkdədir. Sildim. Donu götürdüm. Bu qədər sadə. Mən Barbara are in the schoolyard. Xəbərimi ar görmüşəm törəmələrdən sonra xəbərim tək gələr. Zeyirdən sonra isim gələr. Sildim xəbərimi. Cəm veribdir. They are waiting for you olacaqdır əlbəttə ki. İsim cəmdədir. Cəmdə isə müstəqili sil və are they his books-u götürürəm. Your books 2, 5 doğru variant sənə tərcümədə verir. Hətta 98-ə gedirəm. Tell deyir. Tell them, him, us, me. Bir dənə tell his ola bilməz. Hisdən sonra isim gəlir. İkinci hissəyə baxıram, isim gəlibdir. Müstəqili sil, müstəqildən sonra isim gəlməz. Himdən sonra isim gəlməz. She'dən sonra isim gəlməz. Amma gəli əvəzliyindən aslıdan sonra isim gələr. Tell us something about your life deyir. Bizə öz həyatım barədə bir şeylər danış. İsim gəlibdir. Zeyirdən sonra isim gəlməz. My'dan sonra isim gəlməz. Zeyirdən sonra isim gəlməz. İkisi arasında qalıram, gedirəm. İkinci hissədə isim yoxdur. Aslını sildim. Müstəqilini götürdüm. Y variantı bu qədər sadə. İsim gəlib, düzdürmü? İsim yoxdur. Bu təqdirdə mən my'ını sildim, deyirsiz sildim, zeyirsiz sildim. İkinci hissədə də mənə isim vermirsə, deməli müstəqildən istifadə edəcəm də. Aslını sildim. Doğru variantım əlbəttə ki, A variantı olacaqdı. My room is as large as yours olacaqdı. You mustn't blame yourself olar da, əlbəttə ki, düzdürmü? Me də olar əlbəttə ki, deyir ki, günahlandırmamalısa mənim özümü deyil də, him də olar, me də olar, her də olar, you bir dənə olmaz. Yourself olmalı idi, yəni ki. I'm not guilty at all. You mustn't blame me. Burada tərcüməyə getməlidir. Deyir ki, məni günahlandırmamasın, çünki deyir, mən günahkar deyiləm. Mən deyiləmsə, me olacaqdır əlbəttə ki. 102-də deyir ki, a powerful poem. Artikl gəlibsə, bir zəhmət, bitişiyi sil. It ola bilməz, mütləq sənə is lazımdır. Bitişiyi də sil, isim gəlməli idi. Və it is a powerful poem. Və burada feil gəlibdir. Deyir ki, elan edir. Elan edirsə it proclaims olar da, düzdürmü? Yəni burada B variantı olacaqdı. It'dən sonra birbaşa isim gələr. İsim verməyibdir, feil veribdir. O səbəbdən də sən it proclaims deyərsən, doğru variantın yalnızca B variantı olacaqdır. Vəssalam. 103-lə davam edirəm. Emergency teams gəlibdir və isimdir də bu, doğrudurmu? İsimin cəmdədir. Zeyirdən sonra isim gəlməz, zeyirdən sonra isim gəlməz, zeydən sonra isim gəlməz. Xəbər gəlməli, ikisini saxlayıram. Consist of volunteers who are flood victims themselves. Kimlər ki, deyir ki, özləri daşqın qurbanlardır. İstilaf vermərəm, əlbəttə ki, B variantın doğru getirərəm. 104-dən davam edirəm. Monkeys are famous for. İsim gəlibdir, deyir ki, özlərinin canfəşanlıqlarına görə məşhurdurlar. Monkeysi cəm veribdir, zeydi. Zeyin özü it's olmaz, our olmaz, my olmaz. Zeyin özü their olar da, their eagerness olar. Themselves eagerness deyə bilmədiyim üçün A variantını dərhal götürdüm, çıxdım. Bu qədər sadə bir material idi. 105-dən davam edirəm. 105-də baxın, burada ismi mən cəm görmüşəm. S apostrof veribdir mənə. Dəti sildim, disi sildim. İkinci hissədə advice-dən söhbət gedir. Advice təkdədir, yəni itdir. Z'yi sildim. Və solun, D variantını doğru götürdüm. Bu qədər sadədir.
Yenə nis gəlibdi. Bacı qızı təkdədir. Hers'dən sonra isim gəlməz. Digərlərini saxlayıram. In isim gəlibdi və Hers'ü sildim. Mən bacı qızı olduğuna görə tərcümə gedirəm. My niece wants to make some changes in her life. Mən də variantını doğru götürdüm. Bax, deyək ki, tutalım ki, her niece wants to make some changes in his. Bu adam qadındır, axı qadın cinsi. Deyir ki, bacım qızı dəyişikliklər etmək istəyir öz həyatında. Hizlə necə davam edə bilərəm ki, zeyədən olması üçün mütləq cəm olmalıdır qabaqda. Nisis olmalıydı. O səbəbdən yeni də sildim. Bu variantını doğru götürəcəm. Where did you buy? Cins isim cəmdədir, düzdürmü? Təkləri sil əlbəttə ki, cəmləri saxla. And how much did you pay for? Onlar üçün deyir, nə qədər ödədin? Bu cinsim cəmdədirsə, burada ikinci hissədə itin nə işi var ki? Əlbəttə dərhal sildim və how much did you pay for? Z ola bilməz, for demək olar. Çünki sözündən sonra obyekt gələr, şəxs gəlməz. Sildim. Gedirəm 108-ə, deyir ki, how much time did you spend to get information təkdədir. Mən this, Zeus information saxladım, sildim və digərlərini saxladım. My friend got it. Çünki bu information sayılmır da təkdədir. Ona görə də onu əvəz edən əvəzlik də təkə gedəcəkdir. Zemi sildim. A variantını doğru olaraq götürdüm. 109-da davam edirəm. Deyir boys. Kitab var. Kitabım cəmdədir. You yourself-ı dərhal gözüm aldı götürdüm. Çünki bayaqlar dedim ki, əgər cümlə kitabla başlayıbsa, təbii ki, kitabı kim edirəm? Qarşımdakı insanı edirəm də, düzdürmü? You are innocent. You are innocent. You have no right to accuse yourselves. Deyir ki, siz günahsızsınız. Sizin hüququnuz, haqqınız yoxdur ki, özünüzü ittiham edəsiniz. Accuse nə deməkdir? İttiham etmək deməkdir. İttiham. Və innocent isə məsum deməkdir. Məsum. Gedirəm 110-a. It's not your fault, sənin günahın deyil. You don't have to blame yourselves. Variantını doğru götürürəm. We yourselves olmaz. We ourselves olardı. We ourselves burada da olardı. Themselves olardı. You da ki yourselves olardı. Amma heç birini doğru verməyibdi. Nöqtələrdən sonra xəbərim var təkdədir. Mənə mütləq aslı lazımdır. Müstəqil lazımdır. Aslını sildim. Bəs olan müstəqil buradadır. Yox, bir dəqiqə. Hardadır? Mənə iki hissədə müstəqil lazımdır. Mən B variantını nahaq yerə tələsim. Çünki ikinci hissədə də müstəqil lazımdır. Sildim, buranı da sildim. His həm aslı, həm müstəqil. Daha B variantını doğru götürəcəm. This radio set of his was made in Japan. Onun deyir ki, radiosu Yaponiyada hazırlandı. And so was yours və səninki də həmçinin B variantı doğru olacaqdır əlbəttə ki. Nöqtələrdən sonra xəbər gəlibdir və heç nə gəlmir. Deməli, müstəqillərdən istifadə etməliyəm. Bu səbəbdən mən sildim aslını. Mən sildim aslını və mən sildim aslını. Mənə bu yalnız D variantı doğru gələcəkdir. Vəssalam. Gentleman görmüşəm, təkdər, yəni apostrof əslə verir. O səbəbdən Z-osu dərhal silirəm. Baxıram, burada silə biləcəyim nəsə varmı? Yoxdur. Davam edirəm. Relativ cəmdədir. Cəmdədirsə bu hissəni də təbii ki D ilə verməliyəm. Təkdədirsə təklə verəcəksən. Cəmdədirsə cəmlə verəcəksən. Z ilə verəcəyim üçün mən ikinci hissədən dərhal silərəm nəyi? Silərəm hini, düzdürmü? Birinci hissədən də təki saxladım və mənə doğru variant nə qalacaqdı? 1, 2 və burada da olacaqdı 5, 1, 2, 5 variantı doğru. Eynən. Bimin cəmdədir. Nə olsun ki, apostrof üstü, amma cəmdədir də, nəğdir kökdən dəyiş. Bax, application təkdədir, yəni bu itdir. Düzdürmü? O səbəbdən də mən 1-i götürdüm, 2-ni götürdüm. Z-ni rahatlıqla verərsən, unutma. Z-yi sildim, application təkdədir. Z-mi sildim, application təkdədir və 5-i götürdüm. Bu qədər sadə. 1, 2, 5 hardadır? A variantındadır, götürdüm. 115-ə davam edirəm. Cəmdədir, apostrof veribdir. Research tədqiqat nə? O. Balam, odursa bu it olacaq da, düz demirəm. Və dəti sildim, disi sildim, saxladım cəmləri. Research təkdədir, təkdə olduğuna görə Z-yi sildim və mən A variantını doğru götürərəm əlbəttə ki. Cəmdədir, apostrof veribdir.
Cəmdə isə mən this'i sildim, that'i sildim. İkinci hissədə expedition veribdi, təkdədir. It olacaq əlbəttə ki, düzdürmü? Itdirsə mən z'yi sildim və y variantını əlbəttə ki, doğru verəcəm. Article görmüşəm də, düzdürmü? Article görmüsənsə bil ki, it'si dərhal silməlisən. Çünki bundan sonra dərhal isim gəlməlidir. Bundan sonra article gələ bilməz. It is'dən sonra gələr. İkinci hissədə isim görmüşəm, formalif deməkdir. İsimdir, yəni o səbəbdən də ayrıları sildim. Sənə mütləq bitişik lazımdır. Sildim, itdən sonra isim gələ bilməz. Sildim. Doğru variantım C variantına gedəcəkdir əlbəttə ki. James brother kim? O. Odursa təbii ki olacaq da, düzdürmü? Will phone kimə? Bizə, me and my brother deyirsə, balam as olsun da, düzdür. He asanı, varımdımı? Varımdır dərhal. Bu şəkildə həll elədim, götürdüm. Deyir ki, please send this. Deyir ki, xahiş edirəm, göndər onu. Onu, nəyi? Onu. It olacaq da, əlbəttə, təkdədir. To Miss Fallon house. Deyir ki, house'a göndər. Və bu qadını ifadə edir əlbəttə ki, to her olacaqdır. Varımız da elə bir variant, varımız da B variantını doğru olaraq götürəcəm. Nöqtədən sonra isim gəlibdir. İsim gəlibsə bir zəhmət müstəqili sil və digərlərini saxla. Can speak isim gəlibdir, yenə müstəqili sil, müstəqili sil və this-dən sonra isim tək gəlməz. Sildim. C variantı my parrot can speak but her parrot can't. İkisinə də isim veribdir. Əldə burada gəlibdir, isim var. Burada da gəlməyibdir isim. İsim varsa birinci hissədə their'si sildim, qalan hissələri saxlayaram, amma ikinci hissədə isə don't veribdir. He don't olmaz, heç vaxtda she don't olmaz, heç vaxtda sildim və my elder brother goes to work every day but I don't work. Bu şəkildə olacaq. 122 ilə davam edirəm. Women təkdədir. This-i sildim. O səbəbdən də baxın, başqa nəyə silərəm? Başqa nəyə silim ki? Deməli, this-i sildim. Zeus'u sildim. Qalan saxlayıram. İkinci hissədə sans cəmdədir. Sans cəmdəsi hini sildim. Avtomatik silmişəm və cəmdədir. Aha, tərcümə getməliyəm. Deyir ki, this woman sans became the winner. Didn't they? Didn't them ola bilməzdi əlbəttə ki. Didn't they olar. Tək question zaten geri qayıtışı bu şəkildə edir. Tək question geri qayıtışı heç bir təqdirdə obyekt əvəzi ilə verməz. Bax, bunu unutma, diqqətli ol. Burada çox xahiş edirəm. Davam edirəm. 123 ilə isim cəmdədir, təkdədir. Bu hissə cəmdədirsə bir zəhmət sil. Təkdədirsə bir zəhmət sil. Mənə nə qaldı? Mənə bir dənə bu variantı qaldı da. Bunu eləmək bu qədər sadədir. İsim gəlib də over here deyir, uzağa göstərmək istəyir. Cəmi sil. Disi sil, dətlər arasında qal. İsim gəlib də mayını sil, mayı götür. Bu qədər sadə variantıdır. Birds görmüşəm, cəmdədir, over here görürəm. Və it'si sil təbii ki. Deməli, over there olduğuna görə disi sil, that'i sil və salam. Those birds over there blind. Theirness indifferent. C variantı sənə doğru variantı verəcəkdir əlbəttə ki. Gedirəm 126-ya ask me isim gəlib də, düzdürmü? İsim gəlibsə mən mine'ı silirəm və ikinci hissədə doesn't work verir. Her doesn't work deyə bilməzsən əlbəttə ki. Və ikisi arasında qalsam tərcümə getməliyəm. Kate asked me if she could use my calculator since hers doesn't work. Bəli, çünki onunki çalışmırmış. Bu variantını verərsən, tərcümə sənə yalnızca orada B variantını verərdi. İsim gəlibdi. Bir dənə birinci hissədə ours'ı silirəm, qalan hissəni saxlayıram. İsim gəlib yenə. İkinci hissədə mine'ı silirəm, zemi silirəm. İsim gəlməz heç bir təqdirdə. Üçüncü hissəyə gedirəm. Everything xəbərim təkdədir. Xəbərim təkdədirsə we gələ bilməz əlbəttə ki. Mənə bir dənə hansı variant qaldı? Silmişəm. Gedirəm, əgər A ilə Y arası qalırsam, gedirəm tərcüməyə. His father taught her brother everything. Father örgədən faza deyə. Everything he knows olmalıdır əlbəttə ki. Hani o? She'ni sildim və her father taught her brother everything he knows. Deyir ki, onun atası onun qardaşına bildiyi hər şeyi örgəti. Y variantı sənə tərcümə verəcək. Başqa nə verə bilər ki? May talk. Və may talk hamısı olar ümumiyyətlə. Birinci hissədə getdim, ikinci hissə
hissəyə iz görmüşəm və but beautydən söhbət gedir. Beauty it deyil, itin özü itself deyil. Itself'im hardadır? Fövqə variantı və salam, başqa yerin yoxdur. Sən 129-a gedirəm. I think you will plant the trees. Yourselves da olar, yourself da olar. Çünki you hörübdə balam nə ilə geri qayıtış edə bilərsən ki? Dear students, əziz tələbələr, why don't you want the professor to talk to you? Ano, himself bir də herself var. Tərcüməyə gedirəm. Deyir ki, əziz tələbələr, niyə istəmirsiniz ki, professorun özü sizinlə gəlib danışsın? Professorun cinsi bəlli deyil. Yəni bu professor he də olar, she də olar, düzdürmü? Professor herself, professor himself. Vəssalam, bu qədər sadə bir materialda düşünürəm ki, çətin heç nə yoxdur bu testlərdə. Sadəcə biraz diqqətli olmaq lazımdır. Vəssalam.